İndi təbii ki, Fox belə diqqət dünyada yönələcək İran tərəfə, Ukraynadan diqqət yayınlanacaq. Bu %100'dür. Bu sizcə Rusiyanın xeyrinədirmi? Rusiya bu fürsətdən istifadə edib nəysə əldə edə bilərmi? Yəni hərbi cəhətdən hansı yeni torpaqlar və yaxud da Ukraynanı daha pis vəziyyətə gücü varmı Rusiyanın və bu diqqətin yönəlməsi İrana? Çünki bu, mən sizinlə tamamilə razıyam ki, sabah bitməyəcək, bu uzanacaq. Yəni İran, İsrailin oradakı zərbələri, Amerikanın bu günlərin bu canfaşanlığı orada o davam edəcək. Bu Rusiyanın xeyrinədirmi və sizcə bu diqqət yönəlmədən kim daha çox istifadə edəcək? Avropa yoxsa Rusiya? İki başlı. İki başlıdır. Birincisi İrandan Rusiya şahid dronların getməyi təbii ki, yəqin ki, biraz çətinləşəcək. Özləri istehsal etmirlərmi onu Kazanda? Onun İranla əlaqəsi var? Var. Yəni də bəzi avadanlıq yəni də hələ də İranla gedir. Yəni lokallaşdırma 100% deyil. Şahidin Rusiya ərazisində lokallaşdırılmadı. İstehsalatın lokallaşdırılması 100% deyil. İkinci cəhətdən isə məsələn 20 min onlar ucuz raketlərdir, idarə olmayan raketdən düzəldilib $20.000 başa gəlir, amma dronlara çox effektiv özünü göstərdi. Biden onu Ukrayna ordusu üçün sifariş eləmişdi, amma onlar onu bu əməliyyata görə elə məsələn götürdülər onu yaxın şərqə ki, bilirsinizmi, ikisi idi, ucuzdur. Biri var ki, F-16 $500.000 atır, 4 dənə raket qaldıra bilir, 4 dənə raket atır. Bir də var ki, konteynerin içində yetişsin qoyurlar. Yəni eyni vaxtda bir təyyarə 28 dənə dron ata bilir, qiyməti də 20 min. Yəni Ukraynanın raketləri getdi İsrailə dəstək ki, İran dronları vursun. Yəni buna bir istiqamətdə baxmaq düzgün deyil. Bunun bu başı da var, o başı da var.